şah şüarları, Pəhləvi şüarları altında bəzi çıxışların edilməsi, addımların atılması. Bu özü təbii ki, İran üçün çox ciddi bir təhlükədir. Təkcə xalqımız üçün deyil, İran üçün böyük bir təhlükədir. Yəni, əslinə qalanda 1978-79-cu illər inqilabı İran xalqları üçün doğrudan da bir çıxış yoluydu. Əvvəlki şah diktaturasından bir çıxış yoluydu. Amma təəssüf ki, yağışdan çıxıb yağmura düşdülər. Fars rejiminin nəzarətindən çıxıb İslam şüarı altında xalqlara zülm edən bir rejimlə üzləşdilər. Amma bütün bunlarla yanaşı, əgər Pəhləvinin güclənməsini istəmirsə xalq, hərəkət etməlidir, alternativ qoymalıdır. O baxımdan hesab edirəm ki, proseslər həddindən artıq ciddi şəkildə öyrənilməlidir. Burada həm informasiya işi daha yüksək səviyyədə aparılmalıdır. Azərbaycan saytları, Azərbaycan şəbəkənin Azərbaycan bölümündə bu məsələlərlə bağlı yazılır. Ancaq mən bunu kifayət hesab eləmirəm. Daha dolğun, daha dəqiq, daha operativ xəbərlərə ehtiyac var və məlumat bazasına ehtiyac var və cəmiyyətin hamısının etibar edəcəyi müəyyən bir informasiya mərkəzlərinə ehtiyac var. Məncə bu hələlik bu şərtdə tamamilə olunmur. İkincisi, analitik iş lazımdır. Bu proseslər ciddi şəkildə araşdırılmalıdır, öyrənilməlidir. Kökləri, səbəbləri, bugünkü gedişi, mümkün istiqamətləri öyrənilməlidir ki, düzgün nəticələr çıxarıb tövsiyələr də vermək olsun, qərarlar da vermək olsun. Biz Müsavat Partiyası olaraq İranı və Güney Azərbaycanı hər zaman diqqət mərkəzində saxlamışıq. Son günlərdə də 2 həftəyə yaxındır bu proseslər başlayandan. Demək olar ki, hər gün bu vəziyyəti biz təhlil edirik. Müsavatın analitik mərkəzi bu mövzuda araşdırmalar aparır və partiya rəhbərliyinə tövsiyələr təqdim edir. Bu işi davam etdirəcəyik. Amma təbii ki, tək Müsavatın gücü ilə aparılacaq bir iş deyil. Burada bütün cəmiyyət və bütün dövlət bu işə gücünü qoymalıdır, potensialını qoymalıdır. Biz Azərbaycan hakimiyyətindən də inanmaq istərdik ki, bu məsələyə gərəkən həssasiyyət göstəriləcək. Zaman-zaman deyilir ki, soydaşlarımız hamısı bilməzdilər ki, onların bir dövləti var, Azərbaycan Respublikası, bütün dünyada yaşayan Azərbaycanlıların dövlətidir, vətənidir. Bu çox gözəl tezisdir, hər zaman bunu biz də demişik. Amma buna uyğun da addımlar atılmalı, işlər görülməlidir. Güneydəki soydaşlarımız, İrandakı soydaşlarımız həm hiss eləməlidirlər ki, tək deyirlər, yalnız deyirlər, onların arxasında bir dövlət var, qonşu dövlət var.